Bəzi insanlar elə qələmə vermək istəyirlər ki, güya Allah Taala'nın vəhyi yalnız Qurandır. Yalnız Quran vəhidir. Qurandan başqa vəhi yoxdur. Bu yalandır və böhtandır. Həm Allaha böhtandır, həm onun dininə və həmçinin o Rasuluna sallallahu aleyhi və səlləmə. Ən birinci bilmək lazımdır ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini, yəni sünnəni vəhiydən çıxartmaq kafir toplumun əməlidir. Və o fikirdən təsirlənmiş bəzi müsəlmanların. Ən birinci bilmək lazımdır ki, onlar ki, sünnəni vəhiydən saymırlar, onlar müsəlmanları dinlərində şəkkə salmaq istəyir. Çünki sünnəsiz din yoxdur. Sünnəsiz din yoxdur. Ola bilməz və mümkün deyil, qeyri-mümkündür. Sən sünnəsiz dini başa düşəsən. Peyğəmbər sallallahu aleyhi və səlləmsiz bu dini başa düşəsən. Bu yalnız səfeh insanların zənnidir. Və buna Quran və sünnə əzəmətli dəlillərlə dəlalət edir. Və bəsdir Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlməsi və Quranın ona nazil olması bəs eləyir ki, Quran-ı Kərim izaha ehtiyacı olan kitabdır və izah sünnədir. Çünki Allah Teala öz kəlamında elə məsələlər var ki, onları umumən qeyd eləyib və heç bir təfsilata getməyib. Sən sünnəyə dönmədən heç cürə ona əməl edə bilmərsən. Ona görə sünnəni inkar etmək kafirlərin əməlidir. Və sünnəyə müdaxilə göstərir ki, kafirlər də bilirlər ki, sünnə İslam dinində əzəmətli mövqey daşıyır. Onlar nə üçün şək və şübhə gətirmək istəyirlər Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə? Çünki onlar da bilirlər ki, yəqinliklə sünnənin bu əzəmətli dində mövqeyi əzəmətlidir.